Bu bir şey xahiş eləyərdim. Mən meyxana deyənlər hamının xətrini çox istəyir. Heç olmasa o deyirəm qanararsız eləyəndə, bir şey hədiyyə eləyəndə, o müğənni konsert verəndə, bilsə ki, onun repertuarında bir meyxanasının gözəl yazı bir mahnı var. O bileti də elə bir çox bahalı bir şey eləməz. Heç olmasa dəvətnamə verib onu hörmət qoysa ona. Təbii ki, dəvət. O çağırsa onu orada otursa, mənə gəl o lap gözəl olar. Mən konsert verən müğənnilər tanıyıram ki, məsələn, sarayda konsert verir, o repertuarının içindən 2-3 mahnı meyxana deyənlərində, amma salona baxırsan bir dənə meyxanaçı dəvətnamə ilə elə bir şey. Biraz biz adama belə şeylər toxunur. Biz diqqətin, yəni bizi pulla o demək deyil də. Sən ya gərək mən pulumu alım ondan, nə gərək eləyirsə. Əgər mən səndən pul almıramsa, heç olmasa konsert verəndə bir sayğı göstərmək lazımdır ki, mənim filan mahnımı o qədər tutub, o qədər tutub ki, yəni heç olmasa bunu yazan adama bir nə qədər eləyər, 200-500 manat eləsin qoy. O bir dənə yerin pulu. Zaten öz seçimləri özlərinə verilmiş qonaq yeri olur. O gözəl olar mən bilən, nə bilim.